Saz Söz Məclisi bugün Laçın elinin məşhur bir sənət ocağına bağlı ərsəyə gəlib. Mehvalı kişi xatırlayırlar yəqin ki, Laçın eli də ətraf bölgələr şair mehvalı. Yaxın keçmişə qədər yaşayırdı, ustad sözün, sənətin dərin bilicisi idi və ümumiyyətlə ailəsi bir ocaq idi. Ondan sonra onun oğlu bugün meydana gələcək, görəcəksiniz, eyni adı daşıyan, eyni ruhu daşıyan Mehvalı Şakiroğlu da o ənənəni qoruyub gəlib. Mən bugün istəyirəm ki, Mehvalı Şakiroğlu'nun Mehvalı kişinin ruhuna xitabən şeirlərlə başlayaq və onunla da yekunlaşdıraq. Çünki bu ocaq həqiqətən bir sənət ocağı kimi həm Laçınımızın, həm də bütövlükdə Azərbaycan aşıq sənətinin üzünü ağ eləyən bir ocaqdır. Şeirlərdən də görəcəksiniz, ifa tərzindən də görəcəksiniz. Bütün keyfiyyətlərindən Laçın aşıqlığına bir urvat gətirən, ucalıq gətirən bir sənət axarıdır. Meydanı gənc aşığımıza veririk, onun səsində, nəfəsində o nəfəsi, o ətri duymağa çalışacağıq. Buyursun. Müəllim, babam Kürt Mehvalı ocağına verdiğiniz değere göre size minnettarlığımı bildirirəm, təşəkkür edirəm. Hava qəhrəmanı havası, sözlər atam Ustad Aşıq Şakirdəndir.
Sağ ikən hörmət eylə ata-anaya, öləndə ehsanı hörmət sayılmaz. Nə qədər olsa da gücün, cürriyyətin xalqa lazımsızsa cürriyyət sayılmaz. Danışanda diqqət yetir sözünə, elə sözdə qayıtmasın özünə. Hər kəsin nöqsanın desən üzünə o güzgü sayılır, qeybət sayılmaz. Mehbalı şeirinlə olsun dəlalət, dərin məna olsun bir də həqiqət. Özün öz sözünə versən də qiymət, el qiymət verməsə qiymət sayılmaz. İndi təcnis səvası. Şisənsə idarda dosuda kömək, dur daldalanımı qaçdın söylə hayana. Nanəcib olana heç vaxt kar etməz, dostun evi halşa hayana. Şisənsə, darda dosta kömək dur, daldalanıb qaçdın söylə hayana. Nanəcib olana heç vaxt kar etməz, dostun evi ha alışa hayana. Az şeyləri yaşdan çəkər azar, qanan kəsinək çoxlu dərdi yazar. Nələ kimin olsa yaz namusu yazarı, gəlin alma harayana yayaray. Nələ gəlin alma nəyi, aman aylara harayana yayaray. Aş çiçəkdən aşşan çəkər azarı, qanan kəsin çoxdur dərdi azarı. Kimin olsa az namusu azarı, gəlin alma haray ana ay ana. Satmaya da sen çeysələr daha geriye hayanay. Kürdüme hevalyeyi amana yerleri satmaya da sen çeysələr daha geriye hayanay. Sözlərimi daima gətir yada sən, ya vətənin, ya öz elin yada sən. Kürdü mehbalı eli satmaya da sən, çeysələr daha geriyə hayana. Ay usta, hava şahsəvəni havası olsun. Sözlərdə Orxan Paşadan.
yürek olmur. Kim tanımır yaş söydü, eğlendi, direk olmur. Ne deyərsən bu mizana, yazını əyri yazana, milyon yığıb min qazana, çörəksizdə çörək olmaz. Duvar o birisi məndir. Dünyanın oyunu çoxdur, yalanları yağlı oxdur. Mərdin sözü hədi yoxdur, onda baxaq, görək olmur. Allah sınıncı bəndə öyrət bizə, doğruları söylət bizə, qeyrət heç vaxt qeyrətsizə lazım gəlmir, gərək olmur. Ay usta, ən havaların içində sevdiyim hava İrəvan Şüxuru havasıdır. Ustad Aşıq Ələsgərin sözləri ilə İrəvan Şüxuru oxuyaq.
Biz laşnaşlıqlarda Göyşəgül havasını çox istəyirik. Ay balabançı. Bəli, bəli, güzel. Bir Göyşəgülü ilə sözlər də Rafail Malidən olsun. alışmışdım, sönen değildim. Eşkin köhlənimdən enən değildim. Dərimi soysalar dönən değildim, hüsnünə allanan gözümə heyif. Ay balabaşı, bəlkə əxirincini Kərəm gözəlləməsi ilə. Ne tür değiş?
Ay usta geldik çıktık sonra hava Oğuzoğlu havası sözler yine şahit Kürdü Mehbal'dan olsun. Size de eziyet verdim, hakkınızı helal edin. Buyur buyur. Mərifət bazarda satılsa əgər, hər yetən özünə alardı yəqin. Telli sazı çalmaq asan da olsaydı, hər mizrab tutanlar çalardı yəqin. Allah bunu bəndə. Hamıday olsaydı namus qeyrətar, yaxşı düşüncə ilə möhkəm etibar, ağsaqqal olsaydı çox ağ saçlı var, hər saç ağlardan olardı yəqin. Ay balarım üçün, usta möhkəm dur əxirincə mən də. Kürdü mehbalı dostluq çətindir çətin, vəfalı dostların saxla hörmətin.
Nadan dostu bilsə dostlu qülfəti, yaxşı dostu yada salar deyəgin. Çox sağ olun. Məclisimiz burada da sonuna çatdı. Ay balabaşı, siz əziyyətinizi helal edin. Sizə də minnətdarım. Hörmətli Məhərrəm müəllimə də minnətdarım. Təşəkkür edirəm.